Qonaq dəvət etmişik. Milli Məclisin üzvü Zaur Şükürov bizimlədir. Xoş gəlmisiniz Zaur bəy. Xoş gördük Nadir xanım. Həftə sonu İslamabadda bir görüş olacaq deyildi. Bu rəsmi bir açıqlamadır. Ta ki Rafael Grossinin açıqlamasına qədər İran tərəfi bunu təqzib edirdi. Zaur bəy deyir ki, biz danışıqlar masasına oturmuruq, çünki biz Birləşmiş Ştatlar administrasiyasına etibar etmirik və onlarla heç bir müzakirə etmək niyyətimiz də yoxdur. Müharibəni hətta aylarla davam etdirə bilərik deyə. İndi nə dəyişdi ki, Tehran razı salındı məhz həftə sonu Pakistandakı görüşə? Aynur xanım, biz Rafael Grossinin fikirlərini səsləndiririk, amma İran tərəfindən hər hansısa bir bununla bağlı bir reaksiyanı görməmişik, eşitməmişik, mətbuatda bununla bağlı məlumat yoxdur. Buna qədər biz müşahidə etdik ki, İran tərəfi ABŞ tərəfinin verdiyi fikirləri təksib edirdi ki, biz ümumiyyətlə müharibənin gedişi dönəmində, 28 fevraldan başlayan müharibə dönəmində biz ümumiyyətlə hər hansısa bir danışıqlara bağlı təklifləri sürməmişik. Təklif ABŞ tərəfindən gəlib. Amma ABŞ tərəfi prezidentin vasitəsilə, ABŞ prezidentinin vasitəsilə təkidlə qeyd edirdi ki, artıq İran tərəfi ilə danışıqlar aparılan şəxs də məlumdur. Hətta bir müddət İran parlamentinin sədrinin adı da çəkilirdi, Qalibafın da adı çəkilirdi. Və hətta qeyd olunurdu ki, ən uyğun danışıqlar aparılması mümkün olan ən uyğun şəxs də parlamentin sədridir, Qalibafdır. Biz bunu kənarda müşahidə edəcəyik, proseslərin necə gedəcəyini. Artıq Grossinin, AEBA-nın rəhbəri Grossinin də belə bir fikir səsləndirməsi və buna qədər də biz bilirik ki, 15 bəndlik bir təklifin irəli sürüldüyü qeyd olunurdu, amma bunlar ehtimallar idi, mətbuat üzərindən yayılan məlumatlar idi. Amma artıq Grossi bu məlumatı mətbuatda açıqladı və həmin 15 bəndlik təklifin də buna qədər yenə də mətbuata istinadən qeyd etmək lazımdır ki, Pakistan üzərindən vasitəçilik missiyasını üzərinə götürmüş, Pakistan üzərindən İran tərəfinə ötürüldüyü qeyd edilirdi. Pakistan rəsmisi də əslində onu təsdiqlədi. Əslində Pakistanın baş naziri bir müddət öncə sosial şəbəkədə Pakistanın bu vasitəçilik missiyasına ev sahibliyi etməklə bağlı fikir bildirdi. Bunun ardınca ABŞ prezidenti Donald Trump həmin paylaşımı öz sosial şəbəkəsində də yenidən paylaşım edərək bir növ bunu da bir dəstəklədiyini bəyan etmiş oldu. Amma bunun ardınca biz paralel olaraq İran tərəfindən yenə də bu məlumatların təksib edildiyini görürük. Belə ehtimal etmək olar ki, əgər AEBA-nın rəhbərinin belə bir fikir səsləndirirsə, mümkündür ki, İran tərəfindən də artıq müəyyən razılaşma əldə edilib, müəyyən siqnallar var. Amma gün ərzində yəqin ki, İran tərəfindən hər hansısa bir açıqlamaların şahidi olacağıq. Sizin studiyada bundan öncə məlumat verildi ki, bildirdiniz ki, İran prezidentinin Pezeshkiyanın oğlu Yosef Pezeshkiyan da məlumat verdi ki, biz müharibəni sonacan davam etdirməyə hazırıq, özümüzün raket ehtiyatlarımız var, mümkün qədər davam etdirə bilərik. Amma siz necə düşünürsünüz? Ümumiyyətlə, aylarla davam edə biləcək potensial var mı? Düşünmürəm, Aynur xanım, çünki bu müharibənin davam etdirilməsi nə ABŞ üçün, nə İran üçün o qədər də səmərəli deyil. Burada əslində üçüncü tərəf də var, İsrail tərəfi də var. Bu danışıqlar prosesində İsrail tərəfinin mövqeyi necə olacaq? O əsas məqamlardan biridir. Çünki burada əsas münaqişə tərəfləri, mən belə deyərdim, əsas münaqişə tərəfləri İran və İsraildir. Tarixində belə olub. Davamlı olaraq bir-birinə qarşı təhdid dolu ittihamlar səsləndiriblər hər iki ölkə tərəfindən. Amma bu 15 bəndlik, indi bir müddət sonra birazdan 15 bəndlik təkliflərdə nəyin yer aldığını da müzakirə edərik. Bu 15 bəndlik təklif səsləndiriləndən sonra Jerusalem Post qəzeti belə bir məlumat paylaşdı ki, İsrail tərəfi əgər İran tərəfinin bu təklifləri qəbul edərsə, bu İsrail tərəfi üçün də müəyyən mənada məqbul hesab edilə bilər. Biz bilirik, İran tərəfi müəyyən şərtlər irəli sürülmüşdür. Çox sərt şərtlər idi bu ABŞ tərəfi üçün. Əsas tələblərdən biri də ABŞ-nin regionda olan, bu məlumdur, regionda olan bazaların, ümumiyyətlə ABŞ-nin regionda mövcudluğunun aradan qaldırılması. Bu heç də ABŞ üçün məqbul olan bir təklif deyil. Bu maksimalist danışıqlar prosesində maksimalist bir təklifdir İran tərəfindən ki, nəyisə nail olmaq mümkün olsun. Bu bir qaydadır diplomatik danışıqlar prosesində. Amma biz 15 bəndlik həmin təkliflərə nəzər yetirsək, orada yəni sıralamanı baxsaq, birinci sırada sanksiyaların aradan qaldırılması məsələsi yer alıb. ABŞ tərəfindən təklif olunan mətbuatda yer alıb bu təkliflər, bilməm nə dərəcədə bu həqiqət əks etdirir. Əslində Trumpın özü də bir neçə gün öncə xatırlayırsınızsa, elə bir informasiyanı verdi, müvəqqəti sanksiyaların qaldırılması ilə bağlı. Sanksiyaların aradan qaldırılması, Aynur xanım. Sonra ardınca gəlir ABŞ-nin nüvə tədqiqatları ilə, yəni mülki nüvə tədqiqatları ilə bağlı layihələrin təşviqi və inkişafı, yəni söhbət İran ərazisindən gedir. Bu da müəyyən mənada investisiya xarakteri daşıya bilər İran ərazisi. Amma buna qədər İran tərəfi ABŞ tərəfindən hər hansısa bir investisiya layihəsini istisna edirdi. Ya ümumiyyətlə ona razılıq verəcəkmi ki, nüvə ilə bağlı məsələdə Birləşmiş Ştatlar daxil olsun İrana? Mülki nüvə, bu da elektrik enerjisinin istehsalından gedir söhbət. Sonraki mərhələlər, sonraki vədlər nəyə etibar edir?
məsələn İsfahan, Natans və Fordo məntəqələrinin ümumiyyətlə bağlanması, nüvə tədqiqatlarının dayandırılması. Amma orada bir məqam var ki, raket sənayesinin, raket uzaq mənzilli raket layihələrinə baxılması sonraki mərhələyə saxlanılır. Amma burada raketlərin məsafəsi məsələsi və sayı məsələsi də diqqətdə saxlanılacaq. Zənginləşdirilmiş uranın nəzarətə götürülməsi məsələsi var. Burada qalan həmin uran hissəsinin ölkədən çıxarılması məsələsi gündəmdə deyil. Amma Birləşmiş Ştatlar məsələsi var, Zaur bəy. Ona nə dərəcə razılıq verər? Çünki ilk vaxtda bu müharibədən öncə də... Bu ABŞ-nin verdiyi təklifdir. Bəli. Yəni ona razılıq verəcəkmi İran? İran təbii ki, sadəcə ABŞ-nin təkliflərini səsləndirirəm və bu həmin uranın AEBA-nın nəzarətinə verilməsi məsələsi gündəmdədir və AEBA rəhbərinin belə açıqlaması da onun demə əsas verir ki, artıq bu prosesdə AEBA-nın da iştirakı var, Atom Enerjisi üzrə Agentliyin də iştirakı burada önəm kəsb edir və o baxımdan artıq burada sadalanan təkliflərin həqiqətə uyğun olduğu müəyyən mənada ehtimal etmək olar. Amma kilsə İran tərəfinin şərtlərinə heç də bu kəsişmə yoxdur. Bu ABŞ tərəfinin təklif etdiyi 15 bənd. Bu ilk olaraq təqdim olunan təkliflərdir. Biz Rusiya-Ukrayna müharibəsində də biz buna şahidlik etdik. Amma məsələ nə qədər uzandığını da uzandı, hələ də davam edir. Ortaq məxrəci gəliblərmi? Yox. Bəndlərin sayı azaldı. Bu ilkin olaraq İran tərəfinə ABŞ tərəfindən təklif olunmuş bir təkliflər niyyətdir, təkliflərdir. Amma İran da təklifi heç qəbul etmək İran təklifi də kəsişmə yoxdur. Hər hansısa bir təkliflərin bir kəsişdiyi nöqtəni görmürük. Yəni yeganə sanksiyaların aradan qaldırılması. Digər bir bənd isə səhv eləmirəmsə 3-cü sıralamada 3-cüdür. Sanksiyalara səbəb olan təhlükənin gələcəkdə aradan qaldırılması, sanksiyaların yaranmasına, sanksiyaların tətbiqinə səbəb bilirik nədir? İranın atom enerjisi, nüvə tədqiqatları, proksi qüvvələr, raket sənayesi, ölkə daxilində insan hüquqlarına qarşı insan hüquqlarının pozulması bu kimi məsələlərdir. Amma bu gələcəkdə bu təhlükənin aradan qaldırılması ilə bağlı addımların atılması. Yəni tamamilə bütün məsələlər, proksi qüvvələr, təbii ki, bütün hamısının aradan qaldırılması. Birbaşa İsraili maraqlandırmır mı? Amma ancaq bu o halda tətbiq edilə bilər ki, bu şərtlər digər tərəf kapitulyasiya olsun. Amma İran tərəfi tam məğlubiyyətini etiraf etmir. ABŞ tərəfi deyir, biz tam qalib gəlmişik. Amma İran tərəfi bayaq mən istinad etdim İran prezidentinin oğlunun açıqlamasına ki, biz sona qədər davam etməyə hazırıq. Ziddiyyətlər çoxdur. 12 günlük müharibə kimi mi olacaq? Yəni üç tərəf özünü də qalib zənn edəcək. Daha intensiv xarakter daşıdı. Aynur xanım, biz müşahidə etdik. Hər iki tərəfdən zərbələr daha intensiv xarakter daşıdı. Son olaraq, sonunu əslində demək istədiyim sualım o idi ki, 12 günlük müharibədəki kimi hər tərəf özünü qalib elan edəcək, şərtlərlə sürüləcək, məğlub olan olmamış olacaq mı? Çox düzgün vurğuladınız. Daxili ictimaiyyət üçün bir yanaşmadır, bir mövqe sərgilənməsidir. Biz unutmayaq ki, ABŞ tərəfi 5 günlük vaxt müəyyənləşdirilmişdir. Yəni, elektrik stansiyalarını zərbə endirmə ilə bağlı bəyanat səsləndirilmişdir. Onun ardınca müəyyən fasilə verdi, yəni 5 günlük moratoriya qoydu və həmin 5 gün tamam olur. Məlumatıma görə, mətbuata yayılmış məlumata görə 27 səhv etmirəmsə martda vaxt bitir və 27 marta qədər də ABŞ-ın hərbi dəniz qüvvələrinin və desant qüvvələrinin xüsusi təyinatlarının 27 mart tarixində regiona gəlişi ehtimal edilir. Bu tarixlər üstə düşür. Həftənin sonu Pakistanda danışıqlar prosesi gözlənilir və bu tarixlərin üstə düşməsi ola bilsin ki, müəyyən mənada ABŞ-ın bir təzyiq metodu da ola bilər. Çünki həmin xüsusi təyinatların, xüsusilə dəniz piyadalarının, desant qüvvələrinin bölgəyə yer edilməsi belə ehtimallar səsləndirirdi ki, buna qədər ABŞ Xark adasını tutmağa çalışır. Məlumdur ki, həmin ada vasitəsilə həmin adadan İranın 90% neft ixracı məhz həmin adadakı terminallar vasitəsilə həyata keçirir. Ona görə bu strateji bir adadır. Amma İran tərəfi, ABŞ tərəfinin həmin adanı tutacağı təqdirdə bütün körfəzi minalayacaqla bağlı məlumatlar İran. Eyni zamanda xarici mətbuatda yer almış bir məlumata görə yenə də mətbuata istinad edirik. İranın kiçik həcmli, ölçüsü kiçik olan sualtı qayıqları mövcuddur həmin dəhlizdə, həmin körfəzdə və bunlar çox çevik davrana bilirlər. Bulanıq sularda üzmək qabiliyyətinə malikdir bu sualtı qayıqlar və gizlin şəkildə əraziləri minalaya bilirlər. Hətta bunlar izləmədən də kənar olaraq hərəkət edə bilərlər. Bütün bunlar əgər həqiqəti əks etdirirsə, deməli İran uzun müddət gözlənilən bu müharibəyə hazırlıq görüb. Bəs onda Birləşmiş Ştatlar əgər danışıqları planlayırsa, niyə Yaponiyadan və digər istiqamətlərdən 3000 onun üçün deyirəm ki, təzyiq vasitəsi də ola bilər. Yəni əmindimi ki, danışıqlar
bir nəticə verməyəcək ona təbii ki, görəmi, təbii yoxsa ki. göz qorxutmaq üçün? Təbii ki, müəyyən təzyiq vasitəsi kimi də istifadə edilə bilər və hələ ki, bu ABŞ tərəfindən verilmiş təkliflərdir, ABŞ-ın irəli sürdüyü təkliflərdir və bu o demək deyil ki, İran tərəfi bunları qəbul edəcək. O halda İran tərəfi bu təklifləri qəbul edər ki, İran tamamilə özünü məğlub elan etsin və kapitulyasiya olsun. Amma bunu biz müşahidə etmirik. Və mən bayaq qeyd etdiyim Yerusəlim Post qəzetəsinə istinad etdim ki, İsrail tərəfi də bu təkliflərlə müəyyən mənada bu təklifləri məqbul hesab edir. Deməli, haradasa İsrail tərəfinin də maraqları rəksini tapıb və buna qədər də İsrail tərəflə belə bir bəyanat səsləndi, daha doğrusu mətbuatda belə bir məlumat yer alırdı ki, İsrail tərəfi ABŞ-ın danışıqlar prosesində İsrailin də maraqlarını nəzərə alacağını ehtimal edir. Amma narahatdır deyil. Narahatdır, heç daha çox güzəştə gedər deyə. Təbii ki, amma mən düşünürəm ki, burada İran ABŞ danışıqlarını və İsrailin mövqeyini fərqli-fərqli müzakirə etmək lazımdır. Çünki bu proseslərdə İsrail iştirak edəcəkmi? İsrail iştirak etsə, yəni danışıqlar prosesində İsrail cəlb olunsa, müəyyən qədər müsbət nəticələrə nail olmaq ehtimalı yüksəkdir. Amma İsrail kənarda qalacaqsa, yalnız danışıqlar ABŞ-İran arasında olacaqsa və bu proseslər, bu danışıqlar prosesi İsraili qane etməyəcəksə, və gələcəkdə hansı hadisələr baş verəcək? Təkrarlana bilərmi? 12 günlük müharibədən sonra yenə təkrarlanır. Aydındır. ABŞ və İsrail birgə hərəkət edir, birgə fəaliyyət göstərir. Amma İran razılıq verərmi İsraillə masaya oturmaq? Heç ziddiyyətli məqam məhz ondan ibarətdir. Yəni İsrailin masada otura biləcəkmi İsrail? Amma İsrail tərəfi də onun mənafeylərini, onun maraqlarını məhz ABŞ tərəfindən təmsil olunacağını qeyd edir. Bu ehtimal diktə olunur. Yəqin ki, bu həmin 15 bənd təqdim olunana qədər İsrail tərəfi ilə qədər müəyyən məsləhətlər aparılıb və mən düşünmürəm ki, münaqişənin bu şəkildə davam etməsi İsrail tərəfi də üçün də məqbul olsun. Artıq İran tərəfindən davamlı olaraq biz 5-6 gün öncə bu studiyada 64-cü mərhələsindən danışırdıq. İranın İsrailə qarşı, ümumiyyətlə regiondakı ABŞ-ın tərəfdaşlarına qarşı əməliyyatların 64-cü dalğasından danışırıq. Artıq indi İran tərəfi 80-ci dalğanın həyata keçirildiyini qeyd edir və digər bərk yanacaqla işləyən raketlərin də işə salındığını qeyd edir. İndiyə qədər kiçik hissələrə parçalanmış raketlərdən istifadə edirdilərsə, indi artıq 3 hissəyə bölünən 100 kiloqrama qədər çəkisi olan daha güclü raketlərdən istifadə edildiyini qeyd edir. Yəni ehtiyatları hələ də var. Davam edir. Bəli, amma addımlar da səngimir Zaur bəy. Həm Böyük Britaniyadan az öncə də qeyd elədim. Hava hücumundan müdafiə sistemləri göndərməsi, bu Birləşmiş Ştatlar tərəfindən bunu nəzərə alaq. Sizin qeyd elədiyiniz raketlər məsələsi ki, daha uzaq mənzilli raketlər artıq istifadə olunur İran tərəfdən və iddialara görə İranın özü istehsal elədiyi 1000 kilometrə qədərdir, ən maksimumu 2000. Amma son olaraq Hind okeanına Birləşmiş Ştatlar Böyük Britaniya göndərdiyini 4000-dir və o Çindən gəldiyi deyilir. Yəni bu İran raketi deyil. Və az öncə də yenə xəbər bölüşdüm. Ondan narahatdır əslində İsrail tərəfi də ki, bu yaxın zamanda 4000 olacaq, 8000 kilometrə qədər uzana bilər. İndi Şimali Koreyadan da bir qüvvələr göndərilir. Yəni hər iki tərəf gücünü artırmağa çalışır, belə görürük. Bu da bəyanatlardır daha çox. Aha, real bir addımı hələ görməmişik mən deyirsiniz. Düşünmürəm. Bunlar hələ ki bəyanat xarakteri daşıyır, dəstək xarakteri daşıyır. Şimali Koreya isə Rusiya-Ukrayna müharibəsi dönəmində də dəstəyini ifadə etdi, amma sonraki mərhələdə biz müəyyən faktlara istinad edərək deyə bilərik ki, mətbuatda yer almış müəyyən qüvvələr də bu prosesdə, münaqişə prosesində iştirak etdi. Amma indiki məqamda hələ ki Şimali Koreyadan sadəcə bir bəyanat eşidirik. O ki, qaldı Birləşmiş Krallıq hava hücumundan müdafiə sistemləri hazırki məqamda regionda ABC-nin hava hücumundan müdafiə sistemləri mövcuddur və buna baxmayaraq yenə də həmin hava hücumlarına müdafiə sistemlərinin olmasına baxmayaraq İran tərəfindən atılan raketlərin müəyyən mənada hədəflərə çatdığının şahidi oluruq və yenə də Küveytdə hava limanında neft çənlərinin atəşə tutulduğunu görürük. Əsas məsələ, Aynur xanım, mən düşünürəm ki, bu danışıqlar prosesi ilə paralel müəyyən mənada atəşkəsə nail olunmalıdır. Yəni atəşkəsə nail olunmasa, bu şəkildə qarşılıqlı olaraq bir-birini atəşə tutulması, raket atəşinə tutulması davam edərsə, bu heç şübhəsiz ki, hətta danışıqlar prosesi İslamabadda ehtimal edək ki, həftənin sonu baş tutacaq. Davam edərsə, məsələn, İsrail tərəfdən və İran tərəfindən atılan raketlər nəticəsi, raket atəşləri nəticəsi kimlərin həlak olacağı, kimlərin sıradan çıxarılacağı məsələsi gündəmdə ola bilər. Hansı obyektlərin atəşə tutula biləcəyi gündəmdə ola bilər. Burada bir danışıqlar prosesini pozacaq və buna qədər də siz studiyada qeyd etdiniz ki,
daha doğrusu istinad edərək siz məlumatlara istinad edərək qeyd etdiniz ki, İran tərəfi artıq ABŞ tərəfinə Vitkov və Kuşnerə etibar etmir. O baxımdan ki, danışıqlar prosesinin ən qızğın vaxtı ABŞ tərəfi və İsraillə birlikdə hücuma qərarı verdi, danışıqlar pozuldu. Biz bunu İran tərəfinə... Yəni həftə sonuna qədər yenə mi nəsə dəyişər? Yəni ona Çünki görə son açıqlama, daha doğrusu edir. danışıqlar olan ərəfədə hücum oldu. Hücum oldu və yenə də İran tərəfi, mən bayaq qeyd etdim, 80-ci dalğasını işə saldı İran tərəfi, ABŞ-a, İsrailə. İran ona görə deyir, biz etibar edə bilmirik. Tam ona görə etibar edə bilmirik, deyir ki, danışıqlar prosesi pozuldu və danışıqların ortasında yenidən hücum əmri verir. Mən o baxımdan düşünürəm ki, əsas məsələ, əsas məqam bu proseslərdə, danışıqlar prosesində İsraillə ABŞ-nin mövqeyinin vahid mövqeyi sərgiləməsidir. Əgər vahid mövqeyi sərgilənərsə, hesab edirəm ki, müəyyən mənada bir müsbət addımlar atıla bilər. Heç şübhəsiz ki, bu münaqişənin bu şəkildə davam etməsi dünyada qlobal iqtisadiyyata çox mənfi təsir göstərər. Neftin qiymətlərinin qalxması, neft bazarında, ümumiyyətlə enerji bazarında dalğalanmaların olması, Avropada qaz tədarükünün azalması, sıxılmış qaz 17%-ə qədər tədarük məhz Qətər sıxılmış qazı vasitəsilə təmin edilirdi. Türkiyə, İtaliya, Belçika, digər ölkələr, Cənubi Koreya, Yaponiya bunların artıq qaz təchizatı ilə bağlı müəyyən problemlər yaşayırlar. Və bu qlobal iqtisadiyyata olan mənfi təsirləri də aradan qaldırma, o cümlədən ABŞ iqtisadiyyatına mənfi təsirlər var, təzyiqlər var, ölkə daxilində ictimai-siyasi proseslər, seçki, yəni 2%-də baş verəcək müzakirələr zamanı yəqin ki, ABŞ Trump administrasiyasına da müəyyən mənfi təsirlər ola bilər. O baxımdan kompleks şəkildə yanaşsaq, bu münaqişə heç də sərfəli deyil, nə ABŞ tərəfinə, nə İsrail tərəfinə, o cümlədən də İran tərəfi get-gedə artıq zəifləyir, yəni istər hərbi baxımdan, həm iqtisadi baxımdan. Verilən təkliflər, 15 təklifin içərisində müəyyən qədər, məsələn, sanksiyaların aradan qaldırılması İran iqtisadiyyatına bir müsbət təsir göstərə bilər. Bundan öncə ABŞ tərəfi bəyan etmişdi ki, biz müvəqqəti olaraq İranın artıq dənizdə, açıq dənizdə olan tankerlərində yerləşən neftlərə tətbiq edilən sanksiyaları aradan qaldıracağıq. Amma İran tərəfi yenə təksib etdi ki, bizim ümumiyyətlə açıq dənizdə heç bir neftimiz yoxdur. Bundan sonra ABŞ tərəfi bəyan etdi ki, bir müəyyən hədiyyələr olacaq. Mümkündür ki, söhbət həmin açıq dənizdə olan neft ehtiyatlarından gedir. Əslində, Donald Trump'ın açıqlaması var. Dedi ki, bizə çox önəmli bir, çox dəyərli bir hədiyyə gəlib artıq deyən, neftlə bağlı olduğu deyilir, amma açıqlanmadı bu da. Amma İran tərəf təksib etdi ki, bizim açıq dənizdə heç bir hərbi neft ehtiyatımız yoxdur və Körfəzlə bağlı da, Hörmüz boğazı ilə də bağlı İran tərəfi davamlı olaraq qeyd edir ki, Hörmüz boğazı bizə düşmən olmayan dövlətlər üçün açıqdır. O şərtlə ki, biz artıq öz şərtlərimizi tətbiq edəcək, istər rüsumla bağlı, istər Çin yuanı ilə bağlı ödənişin tətbiq edilməsi. Bundan öncə mətbuatda yer almış məlumat əsasən, hətta Yaponiya tərəfi həmin ödənişləri Çin yuanı ilə ödəməyi razılıq vermişdir. Proseslərin gedişini müşahidə edək. Görəcəyik ümumiyyətlə həftə sonuna qədər. Ümumiyyətlə hər şey dəyişə bilər. Qeydişat bu yöndə də ola bilər, amma sonunda bir nəticə də ola bilər. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Minnətdarım Zaur bəy təhlilləriniz üçün. Milli Məclisin üzvü Zaur Şükürov qonağımız idi. Təbii ki, İran Birləşmiş Ştatlar mövzusu üzərində daha çox dayandıq. Həftə sonu məhz Pakistanda bir görüş olacağı deyildi. Rafael Grossi tərəfindən rəsmi bir açıqlamadır. Ancaq İran tərəfdən hələ bunun da yenə təsdiqi gəlməyib. Ancaq gözlənilən bu istiqamətdə bir razılaşmanın olub-olmayacağı.